Salam dəyərli müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördüm. Mən kurikulum üzrə təlimçi Nərmin Əzizova. Dəyərli müəllimlər, söz verdiyim kimi bu il kurikuluma əlavə edilmiş yeni mövzuların izahını sizinlə bölüşəcəyəm. Deməli müəllimlər, bu günlərimdə sizə Carl Jung psixoloji tiplər nəzəriyyəsi haqqında danışacağam. Rahat dərsdir, çətin dərs deyil. İndi müdavimlərim oradan qayıdıb deyəcək ki, müəllimə hər şey asan deyirsiniz, amma hamısı çətin olur. Yox valla, bu dərs çox rahat dərsdir. Yəni o qədər də can sıxıcı dərs deyil. Mən sizə bu dərsin PDF-ini də göndərəcəm. Yəni yazdığım PDF-dən də baxa bilərsiniz. Yəni kitabdan oxuya bilməyənlər üçün rahatlıqla PDF yazmışam. PDF-dən də girib baxa bilərsiniz. Əsas məqamlarla, qısa sözlərlə işarələmişəm. Deməli, Carl Jung nə deyir? Carl Jung tərəfindən irəli sürülən psixoloji tiplər nəzəriyyəsi insanın dünyanı necə qavradığını, məlumatı necə əldə etdiyini və necə qərar verdiyini izah etməyə yönəlmişdir. Ümumiyyətlə, yoldaşlar, belə bir şey vurğulamaq istəyirəm ki, bu dərs köhnə timelarda var, amma bunu belə dolğun formada verməyiblər. Hətta introvert, ekstravert şəxsiyyət tiplərinin mövcud olduğunu vurğulayır Jung. Hətta düzdür, Jung ambivertin olduğunu vurğulamır. Ambivertin olduğu da köhnə kitablarda var. Məlumat olan müəllimlər bilər. Sadəcə olaraq bu dəyişik formada bizə təqdim edilib. Bəzi şeylər demək olar ki, %70% dəyişikliyi var. Əksər burada qalan şey introvertlə ekstravert şəxsiyyət tipinin olmasıdır. Deməli, Carl Jung nə deyir? Deyir ki, insan dünyanı necə qavrayır, məlumatı necə əldə edir, necə qərar verdiyini izah etməyə yönəlmişdir. Yəni, Jung hesab edir ki, insanlar eyni hadisəni fərqli şəkildə dərk edir və bu fərq onların daxili psixoloji deməli, orientasiyasından qaynaqlanır. Bu nə deməkdir? Yəni, Jung deyir ki, insanlar hadisələri eyni formada qəbul eləmir. Bəli, məsəl üçün, mən hadisəni fərqli formada dərk eləyirəmsə, sən hadisəni başqa yollarla dərk eləyə bilərsən. Mənim daxili duyma qabiliyyətim fərqlidirsə, sənin daxili duyma qabiliyyətin fərqlidir. Bax, Jung başdan ayağa bundan danışacaq. Bax, Jung deyir ki, insanlar məsələlərə fərqli yollarla yanaşırlar. Kimisi daxili hissləri ilə yanaşır, kimisi xarici təsirlərin faktoruna əsasən yanaşır, kimisi hadisəni başqa cür qavrayır, kimisi hadisəni hiss etmə orqanına görə qavrayır. Yəni fərqli, belə deyək də, insanlar yəni fərqlənir hisslərinə görə, daxili duyma qabiliyyətlərinə görə, hətta xarici təsirlərin belə deyək də, xarici təsirlərə görə dəyişən insanlar da var. Jung bundan danışır ancaq. Deməli deyir ki, Jung'un fikrinə görə insanların bir-birindən deməli, fərqli davranmasını izah edən iki əsas psixoloji ölçü var. Bax, bu hissəyə diqqət yetirin. Mən bu hissələri PDF-də qırmızı rəngdə işarələyib əsas məqamları qeyd eləmişəm. Jung'un fikrinə görə, düzdür, kitabda bu hissələr sadə formada yazıldığına görə müdavimlər bu hissələrə diqqət yetirmirlər. Amma vacib hissələri rəngləyirəm, qırmızı formada yazıram və ya mavi rənglə yazıram ki, müdavim görsün vacib hissəni. Bax, Jung'un fikrinə görə insanların bir-birindən fərqli davranmasını izah edən iki əsas psixoloji ölçü var. Yəni, Jung deyir ki, insanları bir-birindən fərqləndirən, belə deyək də, insanların bir-birindən fərqli davranmasını izah edən iki əsas psixoloji ölçü var. Hansı ölçülərdir? Gəlin ona baxaq. Bax, bir enerjinin istiqamətidir və bir də informasiyanın emalı, funksiyaları. Bax, bunların hər biri haqqında ətraflı danışacağıq, narahat olmayın. Sadəcə olaraq xatırlayırıq ki, Jung'a görə bir-birindən insanları fərqləndirən hansı məqam psixoloji ölçülər var? Enerjinin istiqaməti, bu nə deməkdir? Yəni, insan enerjisini necə bərpa edir, necə xərcləyir, nəyə əsasən? Bir də insan informasiyanın emalında onu necə qavrayır, nələrə əsasən? Bu deməkdir ki, hər bir insan, bax, həm enerjisini hara yönətməsi, xarici aləmə görə ekstraversiya, daxili aləmə görə introversiya, həm də dünyanı necə qavradığı və qərarları necə verməsi, düşünməsi, hiss etməsi, duyğusu, intuisiyası baxımından fərqlənir. Bax, bu nə deməkdir? Bax, enerjinin istiqamətinə görə ayrılır iki yerə. Bunu diqqətlə oxuyuruq.
Xarici aləmə görə ekstraversiya, daxili aləmə görə introversiya. Danışacağıq bu haqda ki, çünki ekstraversiya enerjisini xarici aləmin təsirinə görə müəyyənləşdirir. İntroversiya enerjisini daxili aləmə görə belə deyək də müəyyənləşdirir. Həm də dünyanı necə qavramasına, yəni bu da informasiyanın ikinci aiddir. Emal etməsinə görə necə qavradığına və qərarları necə verməsinə görə düşünməsinə, hiss etməsinə, duyğusuna bax. Enerjisinin istiqamətinə görə ayrılır iki yerə. Bunu burada vurğulamır. Xariciyə görə, daxiliyə görə, ekstravert, introvert. Dünyanın necə qavraması, qavradığı və qərarları necə verməsi bu da informasiyanın emalına aiddir ki, insan dünyanı necə qavrayır, necə qərarlar verir. Bunu nəyə əsasən düşünməsinəmi, hiss etməsinəmi, duyğusunamı, intuisiyasına görəmi fərqlənir? Bu modeli sadə şəkildə belə başa düşmək olar. Bax, Jung insan psixikasını başa düşmək üçün iki əsas sual üzərində düşünür. Gəlin görək nədir? İnsanın enerjisi hara yönəlir? İnsan məlumatı necə qəbul edir və necə qərar verir? Həqiqətən də biz bilirik ki, insan məlumatı fərqli yollarla qəbul edir də. Mən məlumatı fərqli metodlarla qəbul edirəmsə, sənə görə mənim doğrum yanlış ola bilər. Mən informasiyanı başqa cür qavrayıramsa, sən başqa cür qavrayırsan. Bu iki sual onun psixoloji tiplər deyir ki, həmin bax bu iki sualla həmin bu Jung psixoloji tiplər nəzəriyyəsinin təməlini qoyub. Bax, bayaqlarım sizə bir dənə bundan, bir də bundan danışdıq ki, dedim ki, enerjinin istiqamətinə görə və informasiyanın emalına görə Jung iki yerə ayırır insanları. Deyək, indi baxaq. Enerjinin istiqamətinə görə ekstraversiya və introversiya. Deməli, bu nə deməkdir? Gəlin ətraflı buna göz gəzdirək. Enerjinin istiqamətinə görə Jung insanları belə deyək də iki yerə ayırır. Yəni, insan enerjisini necə bərpa eləyir? Hara bərpa eləyir? Nəyin təsiri altında? Ekstraversiya, introversiya. Yəni, hətta bu nəzəriyyəyə baxmaqla siz öz, belə deyək də, tipinizi uyğun tapacaqsınız burada. Məsəl üçün, mən introvert insanam. Amma elə adam var ki, ekstravertdir. Çox həqiqətən dərin mənaları var və burada hətta öz tiplərinizi belə tapacaqsınız. Bəli, çox maraqlıdır. Aha. Deməli, ekstraversiya diqqətini, bax, qulaq as, ekstravert xarici aləmə yönəldir. Bunu yaz, qıraqda qeyd elə. Mütləq. Introversiya diqqətini daxili aləmə yönəldir. Bu nə deməkdir? Yəni, ekstravert xaricdən gələn şeylərə odaqlanır. Introvert də daxili aləmə görə. İndi bunların ətraflı izah eləyəcəm. Ekstravert nədir? Ekstravert insanlar kənardan gələn faktorlara çox önəm verirlər. Nətər? Bax, ekstravert insanlar qaynayıb qarışan, sosiallaşan, mühitə tez adaptasiya olan insanlardır. Yəni, onlar üçün, bax, məsəl üçün bir toy məclisinə gedəcək ekstravertlər, nətərdir ekstravertlər? O saatı qaynayacaq, qarışacaq. Ay, filan qohum, sən tanış çıxdın, filan qohum çıxdın, sən mənim dostum oldun, ay, nə bilim, ora gedəcək, hamı ilə qaynayıb, qarışacaq, toyun axırına kimi toyda iştirak eləyəcək, hələ bir-iki dənə də nömrə tapıb özünə dost qazanacaq, gedəcək evə. Amma introvert elə deyil. Məsəl üçün, mən özüm şəxsən toya gedəndə orada maksimum 1-2 saat qala bilirəm, səbrim çatmır, insanların, necə deyim, hərəkətlərini götürmürəm, sıxılıram, qaçıb təkliyə getmək istəyirəm. Yəni, mənim üçün öz daxili dünyam olmalıdır. Yəni, hamıya ürək sindirən insan deyil introvertlər, hamı ilə dost olan insan deyil, amma bir dəfə də dost oldusa ömürlük yolundan gedir. Bax, elə insandır introvertlər. Gəlin bunlar haqqında ətraflı danışaq. Deməli, Jung'un fikrincə, hər bir insanın enerjisinin əsas istiqaməti ya xaricdən gəlir, ya da daxilə yönəlir. Bax, elə insan var ki, həqiqətən. Bax, məsəl üçün, ekstravertlər necədir? Bir adi bir köynək alacaq özünə, düzdürmü? Onu hər adamdan soruşacaq. Nətərdir, mənə yaraşır, necədir, bəyənirsən? Yox, əgər biri işdir 10 adamdan ikisi desə ki, yox, bu səni açmır, qəşəng də olsa gedib onu qaytaracaq. Deyəcək ki, yox, nəsə bəyənmədim. Amma introvert elə deyil. 100 adam desə ki, o pisdir, yenə də alacaq. Niyə?
Çünki daxili onun stimulu daxildən gəlir. Yəni ona 100 adam da onun beyninə 50 dənə söz desə də xeyri yoxdur. Mən şəxsən eləyəm. 100 dəfə də desələr ki, sən bu adam pisdir və ya bu belə bir şeydir, deyəcəm sən səhvsən. Xeyr. Mən nəyi görürəmsə ona da inanıram. Gördüyüm şeyə, yəni mənim daxili duyum hər şeydən çox önəmlidir. Və introvert belə insanlardır. İndi deyir ki, məsələlərlə baxışları deyir ki, üzr istəyirəm, ekstravertlər enerjilərini xarici mühitdən alırlar. İnsanlarla ünsiyyət, tez dedimi, bayaq toya gedir, tez hamı ilə qaynayıb, qarışır, hələ 5-6 dənə dost tapır özünə, nömrə də götürür, oldu onun dostu. Fəaliyyət hadisələri, hərəkət onları canlandırır. Yəni, ətrafdakı stimulu nədən alırlar? Hərəkətlərdən. Mən 100 dəfə də daxilimdə xoşbəxt olmasam, 100 dəfə də ətrafım yaxşı olsa, mənim üçün o hər şey pisdir. Amma introvertlər, ekstravertlər elə deyil, üzr istəyirəm. Məsələlərə baxışları, qərar vermələri, hadisələrə münasibəti əsasən xaricdən gəlir, xarici faktorlardan gəlir. Bəli. Aha. Deyir ki, xarici təsirə daha az deməli, məsələyə baxış xarici faktorla əlaqəli olur. Xarici təsirə daha məruz qalırlar. Yəni xarici təsir bunlar üçün çox önəmlidir. Çox məruz qalırlar. Hətta həqiqətən belə insanlar fikirlərini xaricdən alırlar. Bir də üzr istəyirəm, testlərdə görə biləcəksiniz ki, deməli ekstravertlərin daxili duyma qabiliyyəti yoxdur. Onlar özlərinə əsasən heç vaxt qərar vermirlər. Bu fikir səhvdir. Niyə? Çünki testlərdə bunu səhv götürürlər. Çünki ekstravertlərin də daxili duyma qabiliyyəti çox yüksəkdir. Amma, yəni, necə deyim, testlərdə bəzən bunu səhv götürürlər ki, güya ekstravertlərin daxili duyma qabiliyyəti yoxdur, ancaq kənardakılarına əsasən qərar verir. Bu testlərdə səhvdir. Niyə? Çünki ekstravert də, yəni onun da daxili duyma qabiliyyəti var. Sadəcə olaraq bu adam xarici təsirlərə çox məruz qalır da. Yəni təklikdə də qalır ya bu ekstravertlər. Amma, yəni onlar üçün ətraf aləm çox önəmlidir. Yəni bir tık onlarda, bir tık yox, daha fazladır, belə deyək. Deməli, deyir, ekstravert şəxslər necə olur? İnsanların arasında olmağı sevirlər. Tək qalanda tez darıxırlar. Bax, ekstravertlər testdə bunu tapasınız. Yeni insanlarla tanış olmaqdan çəkinmir. Çox vaxt ilk salamı verən olardı. Amma əksinə mən həmişə yeni insanlarla tanış olmaqdan çox çəkinirəm. Çünki ən təhlükəli insanlar, yəni yeni tanış olursan, bilmirsən. Qrup işlərində həmişə testdə necə tapacağıq ay müəllim biz bunu? Çünki ekstravertlər qrup işlərində çox aktivdirlər, ölürlər müzakirələrdən ötürü. Mən bunlara həmişə necə deyirəm? İndi sözüm pis çıxacaq belə. Deməli, sözüm biraz qəribə çıxacaq müdavimlər üçün. Ekstravertlərə mən biraz motivasiya olsun deyə deyirəm sizə. Qeybətçil insanlar deyirəm. Həqiqətən çox qeybətçildirlər. Oturub ancaq söhbətdən ötürü ölürlər. Qrup işlərini, müzakirələri sevirlər. Təqdimatlarda çox həmişə aktiv olurlar. Özlərini daha rahat hiss edirlər. Həqiqətən çox təqdimatda. Onlar çox belə canfəşanlıqla yəni iştirak edirlər. Duyğularını açıq şəkildə ifadə etməyə meyillidirlər. Hisslərini gizlətməkdə çətinlik çəkə bilər. Yəni bu adamlar hisslərini gizlətmirlər. Amma introvertlər elə deyil. Məsələn, mən çox vaxt hisslərimi gizlədən insanam. İfadə eləməyə açıq şəkildə ifadə. Yəni o deyirlər, o hər şey üzə deyən adamlardır ekstravertlər. Ekstravert üçün dünya bir növ səhnədir. Hadisələr, insanlar, səslər onu hərəkətə gətirir. Yəni, dünya onlar üçün səhnədir də. İnsanlar, hadisələri, onlara hətta ətrafdakı səs-küy belə onlara canfəşanlıq verir. İntrovertlər isə, gəlirik bura. Enerjini daxili aləmdən alır. Bəli, mənim daxili dünyamda hər şey gözəldirsə, mən də gözələm. Bəli. Düşüncəsini, refleksiya, daxili hissləri, təsəvvürləri onlara güc verir. Bax, müəllimə, testdə biz introverti necə tapacağıq? Testdə belə tapacağıq ki, yoldaşlar, introvertlər metakognitiv bacarıq görmüsünüz ha, fərdi iş forması. Eynən elə bir şeydir. Introvert da ancaq bu adam düzdür, təklikdə qalır, daxili duyma qabiliyyəti ilə hərəkət edirlər. Belə insanlar testdə necə tapacağıq? Testdə düşəcək ki, şagird özünü qiymətləndirir, özünü metakognitiv eləyir, öz qərarlarını verir, öz öyrənməsi üzərində çox çalışır. Bax, bu introvert insanlardır. Bunu biz belə tapacağıq. Sən belə şeyi gedib ekstravert götürə bilmərsən. Onlar daxili hissləri ilə hərəkət edirlər, özlərini qiymətləndirirlər, hətta özlərini, öz işlərini tənqid edirlər, öz işlərini refleks edirlər, öz işlərini qiymətləndirən insanlar introvertlərdir.
Hadisələrə münasibətləri, qərar vermələri əsasən daxili amillərindəndir. Yəni o insanlara sən nə etsən də, dünya aləm dağılsa da, onlar öz istəklərinə bax, bəzən testdə də bax, bu hissəyə diqqət yetir. Testdə də düşür ki, introvertlər ətrafdakıları heç dinləmirlər. Yanlışdır. Bax, buna bir X qoyun. Yanlışdır. Niyə? İntrovertlər də ekstravertlər kimi dinləyirlər, hər kəsə qulaq asırlar sadəcə olaraq. Amma introvert hamıya qulaq asacaq. Bax, şəxsən mən eləyəm. Hamını dinləyirəm. O mənim taktikamdır. Fikirlərə qulaq asıram. Görün bu nə deyəcək. Amma axırda o deyilənləri fikirləşirəm. Bax, özünü tənqid eləmək buradan baş verir. Fikirləşirəm, ətrafdakıları da süzgəçdən keçirirəm, özümü refleks eləyirəm. Axırda nəyin səhv olduğunun, kim səhvdir, kim düzdür, onu öz daxilimə əsasən qərar verirəm. Amma ekstravertlər elə deyil. Baxın, testə düşür ki, bir də təkrarlayıram. Bir də o sözü vurğulayıram. Testə görəndə müdavimlər deməsin ki, ay müəllimə siz burada belə söz demişdiniz. Bax, deyirəm, yaz. Ekstravertlər haqqında belə bir fikir var ki, ekstravertlər xaricə çox məruz qalır axı onlar. Çox cəmaatla əlaqəlidir, ətrafla. Bəzən testə düşür ki, ekstravertlər onların daxili duyma qabiliyyəti yoxdur. Bəli, belə düşür. Xeyr, var. Sadəcə onlar da özlərindən tək qala bilirlər, amma onlar ətrafın qərarlarına çox önəm verirlər, ekstravertlər. Amma introvertdə də belə bir səhv var ki, deyir ki, onlar heç kimin sözünə qulaq asmır. Ancaq öz daxili dünyasına qərar verirlər. Xeyr. Testdə bu var. Görəsiz. Kitabda olmasa da bu cümlə köhnə Time'da var idi. Xeyr, bu cümlə köhnə Time'da hətta belə qeyd edilir ki, burada yoxdur, amma mən sizə deyim, həqiqətən bu kitabda yoxdur söz. Testdə düşəcək ki, ekstravertlər deməli, xarici təsirlərə çox məruz qaldıqlarına görə, bax bu cümlə var. Onların daxili öz qərar vermə qabiliyyətləri yoxdur. Xeyr, var, səhvdir. Niyə? Çünki var, onların da daxili duyma qabiliyyətləri var. Prosta ətrafa çox iş kollektivlərdə çox önəm verirlər. Ətraf aləmə çox fikir verən insanlardır. İntrovertlər haqqında da belə fikir görəcəksiniz ki, introvertlər də heç kimin fikrinə qulaq asmırlar, ancaq öz dediklərinə gedirlər, yox. Qulaq asırlar, süzgəçdən keçirirlər hətta, amma axırda sən nə etsən də o öz qərarını verəcək, yaxşımı? Deməli, introvert insanlar necə olur? Introvert insanlar səs-küy, çox insanları yerlərdə tez yorulurlar. Məsəl üçün mən. Amma tək və ya az insan, təbiətin qoynunda olmaq, bir insanla ünsiyyət qurum, dərin bir məna ünsiyyət qurum. O mənim üçün böyük bir şeydir. Danışmazdan əvvəl fikrində, beynində biçir, ölçür bu hərəkəti. Bax. Testə düşür ki, testə belə düşəcək ki, şagird yoldaşı ilə müzakirə eləyən zaman o saatı qaçacaq müdavimlər. Yoldaşı ilə müzakirə elədisə, mənə bu ekstravertdir. Yox. Yoldaşı ilə müzakirə eləyən zaman hərəkətlərini götür-qoy eləyir. Dedim ya, özünü refleks eləyir, özünü tənqid eləyir. Harda oldu bu? İntrovertdə hərəkətlərini ölçür, biçir, öz fikirlərini, özünü tənqid eləyir. Dediyi sözü qiymətləndirir, sonra ağzından çıxarır. O hardadır introvertdə? Az amma güvəndiyi insanlarla yaxın dostluq üstünlük verir. Bəli, ətrafım az olsun, bir-iki dənə olsun, amma sağlam olsun. Belə. Tədricən açılır. Dərhal özünü göstərmir. Yəni bu şəkildə də, yəni özünü həmişə ekstravert elə deyir, amma harada gəldi öz ürəyində nə var danışıb deyəcək. Amma introvert elə deyil. Yəni çətin adaptasiya olur da. Testə düşə bilər. Introvert mühitə çətin adaptasiya olur. Bax, onu da ora yazın. Məsəl üçün, mən özüm bir mühitə düşəndə çox sıxılıram. Yəni, insanlarla biraz çətinlik çəkirəm. Həqiqətən, baxmayaraq ki, təlimçiyəm də. Yəni, necə deyim, amma yenə də yəni, sıxılıram. Başa düşürsünüz, söhbətdə belə sıxılıram. Bu o demək deyil, insanları sevmirik. Xeyr. Sadəcə olaraq yeni insanlara adaptasiya ola bilmirik. Başa düşürsünüz. Amma tanıdıqca çox zəngin, daxili dünyası ortaya çıxır. Həqiqətən, daxildə çox bir elə bir çiçək açmış kimi olur. Müşahidəçilər detallara, insanlar arası incə dəyişikliklərə diqqət edirlər. Bax, insanların dəyişmələrinə belə çox həssasdır introvertlər. İnsanların dəyişməsini, xasiyyətcə dəyişməsini çox göydə tutur introvertlər, həqiqətən. Amma ekstravertlər onu elə çox tutmurlar. Çünki o qədər insanlarla ünsiyyətdə, təmasda, xasiyyətini bilmirlər, elə kim gəldi ondan dost olandılar. Amma introvert elə deyil.
introvert üçün dünya bir daxili səyahətdir. Amma burada deyir ki, dünya daxili bir nədir? Səhnədir. Amma bu deyir ki, daxili səyahətdir. O insanın içində o qopan fırtınalar, o fikirləşməyin, düşünməyin, hisslərin, düşüncələrin, sənin ideyaların, bütün bunlar bizim dünya ilə necə əlaqə qurduğumuzu izah edir. Yəni mənim şəxsən daxili hisslərim baş verəndə dünya ilə konkret bir başa təmasa keçirəm, əlaqə qururam. Yəni həyat elə bil yenidən doğulub bizim üçün. İnformasiyanın emalı və funksiyası. Bax, enerjinin istiqamətinə görə introvert, ekstravert danışdıq ki, ekstravertlər enerjisini necə istifadə edir, introvertlər enerjisini necə istifadə edir. Bu enerjinin istiqamətinə görə idi. Çünki Jung burada danışmışdıq da, iki əsas psixoloji ölçüyə əsasən enerjinin istiqamətinə informasiyanın qəbul edilməsinə əsasən vurğulayır. İnformasiyanın emal və funksiyasına görə, funksiyasına görə ikinci ölçü insanın dünyanı necə qavradığını və qərarları necə verdiyini izah edir. Yəni informasiyanın emalı nədir? İndi bizdən nə soruşur? İnsan informasiyanı nələrə əsasən qəbul edir, nəyə əsasən qavrayır? Çünki bilirik də, həqiqətən bilirik ki, balaca adi uşaqlar olsun. Balaca uşaqlar da hər kəs informasiyanı eyni formada qavramır axı. Mən məsəl üçün daxili dünyama görə, hisslərimə görə qavrayıram. Sən gördüklərinə görə qavrayırsan. Hər kəsin bir fərqli qavrama xüsusiyyəti var da, düzdürmü? İndi bu da özü iki yerə ayrılır. Bax, bu da özü iki yerə ayrılır. Deməli, bir dəqiqə bunu silək. Aha. Pozaq, sizlər üçün rahat başa salım deyə. Aha, introvertlərdən üzr istəyirəm, bir dəqiqə. İnformasiyanı belə deyək də insanlar fərqli yollarla qəbul edir, düzdürmü? İkinci ölçü deyir ki, insanın dünyanı necə qavradığını. Bu da özü iki kateqoriyaya bölünür. Bax, bu enerjinin istiqamətinə görə bildiyi introvert, ekstravert. İnformasiyanın insanın qəbul etmə xüsusiyyəti fərqlidir də. İnformasiyanın emalına görə o insanı iki kateqoriyaya ayırır ki, görək bunlar necə insan dünyanı necə qavrayır. Bir, qavrama funksiyalarına görə. Məlumatı insan necə qəbul eləyir? Bəli, insan məlumatı necə qəbul eləyir, necə qavrayır? İkincisi də biz burada bunu görəcəyik, qərar verməsinə görə. İnsan necə qərar verir? Məlumatı necə dəyərləndirib, necə qərar verir? Bax, deməli, informasiyanın emal funksiyasına görə ayrıldı iki kateqoriya. Bir, insan məlumatı necə qəbul eləyir? Qavramasına görə. Bir də insan məlumatı necə dəyərləndirib qərar verir. Yəni əldə elədiyi məlumatı necə dəyərləndirir? Necə qərar verir? O qərar qəbul etməsinə görə, qavramasına görə idi birinci kateqoriya. İnsan məlumatı necə qavrayır? Nəyə əsasən? Bir də qərar qəbul eləməsinə. Bax, ora qavramadır, necə qavrayır məlumatı, burada necə qərar verir insan. Qərar vermə funksiyasına görə. Bax, bir də təkrarlayıram, biraz qarışdırır müdavimlər bu hissələri həmişə. Deməli, burada deyir ki, qavrama funksiyalarına görə insan məlumatı necə qəbul edir? Bax, qavrama funksiyalarına görə, bir də təkrarlayıram. Deməli, insan duyğu və nəyə görə qavrayır insan? İntuisiyasına görə qavrayır məlumatı. Duyğu nədir? Bax, qavrama bax, bir də təkrarlayıram. Deyəsiz mənə bizi bezdirdiniz, təkrarlayırsınız. İnformasiyanın emalına görə özü iki kateqoriya bölünür. Nə oldu? Qavrama funksiyasına görə, yəni insan məlumatı necə qəbul eləyir, necə qavrayır. Bir də qərar vermə funksiyasına görə, yəni insan ətrafdakı məlumatları necə dəyərləndirib, necə qərar verir. İndi bunların özlərinin də növləri var. Bax, qarışdırmayın. Bunların özlərinin də növü ayrılır. Hərəsi iki növə ayrılır. Duyğu, bir də hiss intuisiyasına görə. Yəni, Junga görə insan məlumatı necə qavrayır? Duyğularına görə, bir də intuisiyasına görə. Gələcək belə deyək də, qərar verməsinə də biz orada hiss etmə, sonra belə deyək də, düşünməyə görə olacaq. Deməli, duyğu nədir? İnsan necə qavrayır məlumatı? Duyğuya görə. Bu nə deməkdir?
Duyğu odur ki, faktlara, detallara və real təcrübələrə əsaslanan qavrayış. 5 duyğu orqanı vasitəsilə alınan məlumatlara etibar etmək. Bax, faktlara, detallara, real təcrübələrə əsaslanır. Bu funksiya güclü olan insan burada və indi, buradaya və indiyə fokuslanır. Bu, nə var onu görürəm. Prinsip ilə işləyir. Duyğu funksiyası güclü olan şəxs. Yəni, bu nə deməkdir? Duyğu realda gördüyü şeyə əsasən məlumatı qavrayır. Faktə əsasən, real təcrübəyə əsasən qavrayır. Nəyi görürəmsə, ona da əsasən qavrayıram. Duyğu. Bu funksiyası güclü olan insan burada və indiyə fokuslanır. Nə var? Onu görürəm. Konkret, bax, fakt deyir axı, detal deyir axı, real təcrübə deyir axı. Nəyi görür, ona da əsasən qavrayır məlumatı. Məsələn, duyğu funksiyası güclü olan şəxs dünyanı real, konkret və praktiki şəkildə görür. Yəni, bu nə deməkdir? Yəni, məlumatı, bu duyğusu olan insan məlumatı necə qavrayır? Detallara və fiziki reallığa diqqət edir. Yəni realda nədirsə onu görür. Yəni xəyal eləmir, xəyalına inanmır. Həqiqətən duyğusu olan insan xəyalına inanmır. Yəni xəyal necə deyim? Yəni təsəvvür eləmir də, təsəvvür eləyib canlandırıb inanmır. Məsəl üçün mən xəyal qururam, təsəvvür eləyib canlandırıb inanıram. Amma duyğu elə deyil. Duyğu nədir? Duyğu necə? Qavramaya görə duyğu kateqoriyası məlumatı necə qavrayır? Görür. Fakt nədir? Nə hadisə baş verir? Mənə realı göstər deyir. Realı göstərir mənə, təcrübəni göstər istəyir. Bax, deyir ki, burada nümunə də çəkiblər, başa salacağam. Faktlarla danışır. Abstrakt məna axtarmaqdansa, abstrakt məna nədir? Mən bunu izah etmişəm də. Abstrakt təfəkkür anlayışını da izah etmişəm. Abstrakt təfəkkür nədir? Hətta bunun ödənişsiz izahlarım da var. Bütün ümumiyyətlə analitik, abstrakt, praktiki, produktiv. Abstrakt nədir? Gözlə görülməyən, yəni təsəvvür eləmək, canlandırmaq, fikir, xəyal. Deyir, onu axtarmır bu. Ona əsaslanmır. Elə məlumat qavramır bu. Gözlə görməlidir. Bu konkret gözlə görməlidir. Gördüyü şeyi, eşitdiyi şeyi, toxunduğu şeyə əsasən danışır bu adam. Elə qavrayır. Yəni, bu adam üçün gördüyüm şey. Yəni, indi deyəsiniz ki, müəllimə, biz bunu testdə necə tapacağıq? Deyəcəyik ki, şagird gözlə gördüyü, toxunduğu şeyə əsaslanaraq öyrədilən şeyləri qavrayır. Elə şeyləri, məlumatları öyrənir. Dəyişiklik və yenilikdən çox, bax, yenilikdən çox təcrübəyə, reallığa güvənir. Duyğu budur. Deyir, gətir mənə, göstər, inanım. Reallığı göstər, inanım. Duyğu budur. Belə insanlar tez-tez mənə fakt göstər. Göstər görüm necədir? Konkret nə var? Kimin yanaşmasına malik olur? Mənə göstər. Fakt istəyirəm. Adi müəllim dərs keçəndə duyğu qavramı necə qavrayır uşaq? Deyir ki, uşağa konkret nümunə göstər. Real nümunə, fakt göstər. Nümunə. Mən bunların hamısını PDF-ə yazmışam. Müəllim sinifə girir, deyir, oy, sinif çox soyuqdur. Sinif soyuqdur. İndi görək duyğu funksiyasına görə uşaq necə cavab verəcək? Duyğu funksiyası güclü olan şagird belə düşünür. Həqiqətən də temperatur aşağıdır, pəncərə açıq qalıb. Termometr 16-nı göstərir, bax. O demir, həqiqətən müəllimə, hə, mən də üşüyürəm, çox soyuqdur. Yalandan demir. Bax, faktı göstərir. Deyir, pəncərə açıq qalıb. Yəni, burada nə nəticə çıxarıq? Müəllim, pəncərə açıq qalıb, hava soyuyub. Yalandan demir, hə, üşüyürəm. Müəllim deyir ki, hava soyuqdur. Düzdürmü? Sinif soyuqdur. Amma uşaq deyir ki, pəncərə açıq qaldı, müəllim, ona görə sinif soyuqdur. Neyinir uşaq burada? Faktı göstərir. Deyir, faktdır, pəncərənin açıq qalmağı, havanın soyuması, sinifin soyuq olması, daha doğrusu, temperaturun 16 göstərməyinin faktını göstərir ki, müəllim, pəncərə qapı açıq qalıb, ona görə soyuqdur. Nəyə göstərir bu adam? Faktı. Faktla qavrayır. Məlumata görərək qavrayır faktla. Bəli. Yəni, fakta baxır, elə də danışır. Real, konkret məlumatları qəbul edir. Deməli, qərar vermə funksiyasında duyğu kateqoriyası nəyə əsasən, daha doğrusu qavrama funksiyasına görə necə qavrayır məlumatı? Real, konkret, nümunəyə, fakta əsasən baxır, ona görə də qavrayır. Yaxşımı? Keçirəm növbəti səhifəyə. Deməli,
İntuisiyamız var. İntuisiya var. Çalışacağım sizə nümunələr göstərim və nümunə göstərə izah edəcəm. İntuisiya. Gizli əlaqələri, bax, ehtimalları, gələcəyə dair imkanları görür. Məlumatın arxasındakı mənanı hiss eləyir. Deyərsiniz ki, ay müəllim, biz bunu necə testdə tapaq? Deyəcəm ki, duyğudan fərqli olaraq, duyğu deyir ki, mənə göstər. Bax, ala, deyir ki, mənə konkret nümunə göstər. Göstər ki, inanım sənə. Mənə konkret göstər, realı göstər ki, inanım, məlumatı qavrayım. Amma intuisiya onu demir. İntuisiya xəyal eləyir, təsəvvür eləyir, canlandırır deyəcəm, nümunə çəkəcəm. Mən intuisiya insanı deyiləm, mən duyğu insanıyam. Necə? Bu demək deyil. Duyğu, bax, qarışdırmayın, bax. Bir də təkrarlayıram. Duyğu. Oy, siz müdavimlər mənə sual verəcək, ona görə dilxor olub izah eləyirəm ki, ürəklə izah eləyirəm ki, testə qarışdırmayın. Bax, yoldaşlar, duyğu hiss etmək demək mənasına gəlmir. Bəzən müdavimlər sual verəcək ki, müəllimə, duyğu varsa avtomatik şagird orada hissləri ilə qərar verir? Yox. Hissləri ilə qərar vermir. Nə ilə qərar verdi? Real fakta baxır, detala baxır, ona görə də əsasən duyğularla da qərar verir. Mən duyğu insanıyam. Necə? Mənə deyirəm ki, gətir mənə faktı göstər. Realı göstər, ona sənə inanım. Həqiqətən, faktı göstərməsə mən sübut adamıyam. Mənə yalan danışma, olanı göstər. Mən duyğu insanıyam. Niyə duyğu insanıyam? Faktı görüb hisslərimlə qərar verəcəm. Bəli. Duyğu insanıyam. Duyğu hiss demək deyil. Duyğunu testdə uşaq hissləri ilə qərar verdi. Bəzən duyğu hissi sinonimdir də, bir-birinə yaxın sözlərdir. Mənaca. Yox, elə götürməyəcəm. Duyğu varsa realı görməliyəm. Deyir, mənə faktı göstər. İntuisiyada deyir ki, uşaq gizli əlaqələri, ehtimalları, gələcəyə dair imkanları görür. Bax, gələcəyə dair imkanı görmək. Nümunə çəkəcəm. Adam var ki, mən tanıyıram. Adam var ki, nəyi görür? Məsəl üçün, bir əraziyə gedir, mən ona necə insan deyirəm, həqiqətən, pul insan, o insanlara pul gözü ilə baxıram, necə? Gedir bir əraziyə baxır, burada qəşəng obyekt açmaq olar, bura yaxşı mal-heyvan saxlamağa, heyvandarlığa, əkinçiliyə çox yaxşı deyə. Adi bir şəhərdə bir ərazini görür, deyir, bura, məsəl üçün, şəhərin içiliyi mərkəzdir, burada yaxşı bir dənə kafe, restoran açmaq olar. Neynir? Proqnoz verir, bax, neynir? Proqnoz verir. Neynədir? Proqnoz verdi. Necə proqnoz verir? Təsəvvür eləyir. Neynir? Bax, açır sözə baxır. Gələcəyə dair imkanları görür. Gizli əlaqə yaradır. Ehtimallar irəli sürür. Fərziyyələr irəli sürür. Neynirəm? Məsəl üçün, mən fikirləşirəm ki, bəzən o intuisiya adamı olmasam da, mən fikirləşirəm ki, plan qururam da, plan qurmaq. Bu arada, bura plan qurmaq da deyə bilərik. Fikirləşirəm ki, deyirəm ki, məsəl üçün, bu gün bu izahı çəkib, məsəl üçün, atın müdavimlərə, gələcəkdə də, məsəl üçün, buna uyğun suallar hazırlayaram ki, məsəl üçün, müdavimlər, belə deyək də, daha həvəsli olsunlar, diqqəti cəlb olunsun, maraqlı olsunlar. Fikirləşirəm ki, məsəl üçün, gələcəkdə filan işləri görsəm, işim düzələr. Neynədim? İntuisiya irəli sürdüm, plan qurdum, gördün? Plan qurdum. Neynədim? Abstrakt anlayışları. Neynədim? Əlaqə qurdum, gizli əlaqə, intuisiya, proqnoz verdim. Gələcəyə dair neynədim? İntuisiyalar, xəyal düşündüm. Bu abstrakta uyğun gəlir. Fikir elədim. Deyir ki, burada nə deyir bizə? Müəllimlər, əgər izah bəyənirsinizsə, yəni məlumat sizin üçün faydalıdırsa, zəhmət olmasa kanala, yəni YouTube kanalımıza abunə olaq və bir də yorumlarda yəni fikirlərimizi qeyd eləyək və bəyənək zəhmət olmasa. Bir dənə ora like eləyək. Deməli, intuisiya deyir ki, bu funksiyaya sahib olan insan necə olur? Necə olacaq? Necə olur, deyir, necə olacaq? İntuitiv insan. Daha çox gələcəyə yönəlir, bax, bayaq dediyim. Ehtimallar görür, hadisələrə imkan və ehtimallar görür. Bu nə deməkdir? Gəlin, bir dənə də real nümunə çəkim də. Bax, bir hadisə baş verəndə, məsələn, bir cinayət hadisəsi baş verib də, düzdürmü? Bilmir də bu işin üstü kim tərəfindən olub, bu cinayət hadisəsi niyə törüyüb, nəyə görə yaranıb, niyə olub da bilinmir, düzdürmü?
İntuisiyası güclü olan insan necə ehtimallar irəli sürəcək. Bax, sadəcə bir fikir irəli sürəcək, ya bir ehtimallar irəli sürəcək. Bəlkə də məsəl üçün bunlar yola getmirmişlər. Ona görə bu dava olub. Bu cinayət bəlkə də başqa işin üstündə olub. Neyniyəcəm? İntuisiya irəli sürəcəm, düzdürmü? Bax, bu da intuisiyadır. Faktlardan çox mənalara və obrazlara diqqət edir. Bax. Faktlara elə çox inanmır. İnanır, amma elə çox inanmır. Daha çox nəyə diqqət eləyir? Obrazlara diqqət yetirir, gələcəyə diqqət yetirir, intuisiya irəli sürür. Nümunələrin arxasında məna və tendensiyanı axtarır. Bayaq nümunə çəkdim. Nümunə çəkdim ki, bir cinayət hadisəsi baş verib, bir oğurluq hadisəsi baş verib. Nəyə əsaslanır? Onun arxasında duran mənaya gedir, çıxır. Niyə bu baş verib? İntuisiya irəli sürür, onun arxasındakı mənaya köklənir. Gələcək nəticələri tez-tez hiss edir, proqnozlaşdırır. Proqnoz verir, proqnoz. Neyinir? Gələcək nəticələri hiss edir. Bax, deyir, sənin bəzən deyirlər adama, ayda sən intuisiyan nə cüzdür, necə hiss edirsən bunu? Bəzən düzdür, mən intuisiya adamı deyiləm, amma bəzən məndə də olur ki, 6-cı hissim olur, həqiqətən. 6-cı hissiyyatım, daxili duyma qabiliyyətim o qədər güclüdür ki, həqiqətən deyirəm ha sizə. Deyəsiniz ki, indi müəllim yorumlarda yazasınız ki, müəllim münəccimdir. Yox, elə deyil. Mən özümü tərifləmirəm. Sadəcə olaraq, həqiqətən mənim 6-cı hissim var. Hiss eləyirəm. Olan hadisələri öncədən hiss eləyirəm. Bu intuisiya, bax, intuisiya budur. Güclü hiss etmə qabiliyyətin olmalıdır. Gələcəyi görməlisən. Bax, intuisiya budur. Bu da intuisiyada var, bu da məndə var, amma bir tok intuisiyası güclü olan insanlar da var. Mən münəccim zat deyiləm, amma həqiqətən intuisiyası, o daxili duyma qabiliyyəti çox güclü olan insanlar var. İntuisiya irəli sürür. Bu hadisənin olmayıb hadisə, proqnozunu verir ki, olacaq. Düzdürmü? Deməli. Aha. Nümunə, müəllim yenə deyir. Sinif çox soyuqdur. İntuitiv şagird belə düşünür. Bəlkə müəllim bizi başqa sinifə keçirmək istəyir. Bax, ehtimal deyir. Dedi burada ehtimal. Ehtimal deyil hələ bu, ehtimaldır. Deyir ki, bəlkə müəllim bizi başqa sinifə keçirmək istəyir. Bax, sadəcə intuisiya irəli sürür. Neyinir? Ehtimal irəli sürür, düzdürmü? Bəlkə də müəllim yorğundur. Sadəcə ehtimal irəli sürürəm. Gerçək deyil, bu fakt deyil. İntuisiya faktə əsaslanmır. Sadəcə bu adam, deyəcəm, güləcək sizə, küləhləyir sadəcə olaraq. Sadəcə olaraq yalandan özündən ehtimallar irəli sürür, düzdürmü? Yəni söz arxasındakı ehtimalları, mənaları, gələcək nəticələri düşünür, düzdürmü? Gələcək nəticələri düşünür. Ümid eləyirəm ki, bir də qayıtsaq bu hissiyə. Deməli, burada nəyi unutduq? Qayıdacağıq. Burada bir də qaydaq. Dedik ki, informasiyanın emalına görə iki yer ayrılır. Qavrama funksiyasına görə, bir də qərar vermə funksiyasına görə. Qavrama funksiyasına görə, deməli, qavrama. İnsan məlumatı necə qavrayır? Duyğuları ilə. Duyğu nə oldu? Deyir, mənə fakt göstər, real təcrübə göstər, sənə inanım. Bəs intuisiya nə oldu? Sadəcə ehtimal irəli sürdü, düzdürmü? İndi gəldik, qərar verməyə görə insan necə məsələni dəyərləndirib qərar verir. Aha, deməli. Qərar verməsinə görə insan məsələni necə dəyərləndirir? Düşünmə. Bax, qərar vermə, qavrama yox ha. Duyğu və intuisiya getdi. Qərar verməsinə görə, bax, dəyərləndirəcək məlumatı qərar. Görə indi bu adam nəyə əsasən qərar verir? Məntiqinə əsasən, düşünməsinə əsasən, reala əsasən, düşünməyə görə, bir də hiss etməsinə görə. Düşünmə nədir? Bax, düşünmə, elə bil ki, düşünmə odur ki, məntiqlə tənqidin ortaq cəhətini kopyalayıb qoymusan bura. Düşünmədə insan məntiqinə, bax, bu beyninə görə qərar verəcək. Bu sadəcə daxili hisslərinə görə. Bəli, görəcəksiniz və çox maraqlıdır. Burada da özümü tapmışam mən, siz də özünüzü tapın. Mən burada özümü nə tapmışam? Mən həqiqətən hisslərimə görə qərar vermirəm. Mən düşünmə, mən introvert insanam axı. Yəni, ekstravert hisslərinə görə qərar verən, ətrafı fikirləşənlər. Mən heç vaxt ətrafı fikirləşməmişəm. Həqiqətən də bu xüsusiyyətimə görə çox fəxr eləyirəm. Həmişə özümü fikirləşmişəm, bəli. Niyə? Çünki mənim düşünmə qabiliyyətim, mən düşünməmə görə. Düşünürəm, 100 dəfə də kimsə mənə, necə deyim, hörmətə bağlıdır, düzdür. Şəfqət, hiss göstərsə də inanmayacağam, həqiqətən. Elə şeylər görə mənə qəddar insan deyirlər. İndi yorumlarda yazacaqlar ki, müəllim özünü tərifləyir. Xeyr, mən sizə başa salmağa çalışıram, özümdən nümunə çəkirəm. Düşünməmə görə qərar verirəm. Necə?
Elə bir ki, məntiq plus tənqid burada toplaşıb. Mən ağlımla qərar verirəm, məntiqimə əsasən, obyektiv bax, analiz əsasən. Bu nə deməkdir? Ətrafdakıları analiz eləyirəm, sonra ona uyğun qərar verirəm, məntiqimə əsasən. Ardıcıllığa əsaslanıram. Düşünmə funksiyası güclü olan şəxs nə edir? Bunları bilməyiniz şərtdir, yoldaşlar. Bu hissələri əzbər bilməyiniz şərtdir. Yaxşı olar ki, bilin. Testdə ayırd etmək üçün bax, bilin. Öz müdavimlərimə də aiddir. Qərar verərkən şəxsi münasibətə deyil, bax, məntiqimə əsasən. Bax, mən əgər bir insanla dostamsam, bax, o insan səhv eləyibsə də, həqiqətən, bax, səhv eləyibsə də, bax, introvertəm ona görə. Bu mənim dostumdur, bu mənim qardaşımdır, bu mənim ailəmdir. Yox. Xeyr. Həqiqi mənada, yəni hisslərə uyğun yox, sən səhvsənsə də deyəcəm səhv eləyib. Bax, yad bir insana qarşı öz yaxınım səhv eləyibsə, yad insanı dəstəkləyəcəm. Bax, həqiqətən mən elə insanam. Niyə? Çünki mən düşüncəmə əsasən qərar verirəm. Niyə? Çünki məni öldürsən də mən düzün danışan insanam. Düz deyəcəm ki, yox, mənim dostum səhvdir. Çünki sən səhv eləmisən. Mən realı görürəm axı, düşünürəm, məntiqimə əsasən. Obyektiv analiz deyir. Analiz eləyirəm, görüm kim səhvdir, kim düzdür. Qərarımı verirəm. Düzdürmü? Həqiqətən. Amma elə insan var ki, əslində bu yaxşı bir şeydir. Mən bunu qınamıram. Yəni qəhmər çıxır, məsəl üçün dostun qəbul eləyir, cəmaət içində də pərt eləmir, qəbul eləyir ki, hə, yox sən səhvsən, dostum düzdür. Əslində mən buna yaxşı baxmıram. Yəni reallıq deyə bir şey var. Ədalət, bax. Sistemlilik, mən bunu Lawrence Kohlberg'in izahında da demişdim ki, mən sosial müqavilə insanıyam. Hər zaman mənim gözümdə ədalətdir. Mərhəmət, zat, yəni o ikinci dərəcəlidir. Ədalətli olmaq lazımdır. Sistemlilik, obyektivlik onun üçün vacibdir. Çox vacibdir. Yəni elə bir burada məni görürsüz. Emosiyalarından çox faktlara, analizə əsaslanır. Mən həqiqətən həm düşünmə insanıyam, həm duyğu insanıyam. Mən reala, fakta baxan insanam. Düzdür, intuisiyalarım da güclüdür, amma mən intuisiya insanı deyiləm. Xəyal eləyə bilmirəm, ehtimal irəli sürə bilmirəm. İnsan var ki, həqiqətən çox xəyalpərəstdir. O qədər gözəl xəyallar deyir ki, xoş baxıram ona. O intuisiya insanıdır. İnsan var ki, o qədər mərhəmətlidir ki, daxili duyma qabiliyyəti o qədər gözəldir ki, mərhəmətli insandır. Hiss etmə insanıdır ki, burada biz bunu görəcəyik. Düşünmə insanıdır bu adam. Faktlara baxır, analiz eləyir, hadisələri sadəcə səbəblərinə görə başa düşməyə çalışır. Niyə bu hadisə baş verdi? Bir şeyə inanmaq üçün məntiqi, bax, dəlil, sübut toplayır, struktur. Bax, dedim, məntiq tənqidi sanki qoymuşsan bura. Nə, fakta əsaslanacaq, məntiqi düşünməsinə əsaslanacaq, faktı görəcək, sonra danışacaq. Nümunə. Müəllim qrup tapşırığını bölmək istəyir. Aha, qrup tapşırığını bölmək istəyir. Düşünmə funksiyası güclü olan şagird belə yanaşır. Kim hansı işdə daha bacarıqlıdır? O iş ona verək. Bax, demir, mənim bu işdə dostum daha bacarıqlıdır. Sadəcə, bax, neyinir? Ədalətli qərar verir. Nəyə əsasən? Məntiqinə əsasən. Niyə? Çünki deyir ki, mənim kimin güclüdür sona verək də. Yəni niyə kimin haqqına girək məsəl üçün? Kim yaxşı bilirsə qoy onun haqqı olsun. Məsəl üçün mən həmişə bunun tərəfdarında olmuşam. Miqdə kim yüksək bal yığıbsa, əgər sən oranı seçməyəcəksənsə, məsəl üçün lap sən yüksək bal yığmısan da, düzdürmü? Belə deyək. Mən yüksək bal yığmışam da, düzdürmü? Məsəl üçün mən Bakının hansısa bir ərazisini seçirəm də, amma halbuki ora getməyəcəm də, çünki mənə icazə vermirlər də, məsəl üçün, düzdürmü? Niyə yazım ki ora? Başqalarının haqqına niyə girim ki? Niyə yazım da, düzdürmü? Bunu mən müdavimlərə də həmişə deyirəm. Bax, bu ədalətdir, düşünmədir. Nə olsun ki, sən yaxşısan, yaxşı bal yığmısan, amma qərarını düzgün verməlisən. Nəyə əsasən? Qoy kimin haqqıdırsa o olsun. Bax, bu onu deyir. Kim hansı işdə daha bacarıqlıdırsa, qoy onun haqqı olsun. Bax, onu deyir. Tapşırığı tez bitirmək üçün iş bölgüsü məntiqi olmalıdır. Çünki tapşırığı tez bitirəndə, yəni kimin haqqıdırsa, o məntiqli qərar verir də, tapşırığı tez bitirmək üçün bizə yaxşı bir insan lazımdır, düzdürmü? Sonra ən effektiv həll yolu tapır. Tənqid, bəli, həqiqətən tənqidin xüsusiyyətlərini burada görürük. Burada qərar obyektiv meyarlara, yəni subyektiv fikirlərimə yox, obyektiv meyar nə deməkdir? Yəni ətrafı bayaq dedim axı analiz eləyirəm. Neynirəm? Bax, burada bir tənqid var. Siz bunu görmürsünüz. Tənqid var. Neynirəm? Müsbət mənfi tərəfləri fikirləşmək hardaydı təfəkkürdə? Tənqid. Qərar verirəm.
Ətrafa baxıram, ölçürəm, tartıram, tərəziyəm də, mən tərəzinin gözünə qoyuram, biçirəm, ondan sonra qərar verdim. Düzdürmü? İndi gəldi hiss etmə dəyərlər. Hiss etmə nədir? Deməli, hiss etmə odur ki, dəyərlər, münasibətlər, empatiya və insanın meyarlarına əsasən qiymətləndirir. Bu nə deməkdir? Yəni, belə insanlar daxili, yəni, ən ali həddir bu, ən ali həddir. Hətta burada hər şeydən önəmli, hətta deyərdim ki, başqalarını düşünür. Yəni, mehriban olur. Mən burada hansı nəzəriyyə yadıma gəlir? Xatırlayarsınız məlumat olan müəllimlər. Kolberg nəzəriyyəsi var, Kolberg. Kolbergin universal etik prinsipi var, ən ali həddi. Deyir ki, ancaq dünyada mərhəməti təmsil eləyir. İnsanları fikirləşir. Qoy filan kəsə nəsə olmasın. Qoy dünyada belə olsun, insan ölməsin. Mərhəmət də mərhəməti düşünən ən ali prinsipidir. Bax, elə bil onu burada görürsünüz. Bax, bu hiss etmədə görürsünüz. Bu insanlar nəyə əsasən qərar verir? Hisslərinə əsasən. Amma dedik ki, qərar vermənin düşünməsinə əsasən, məntiqinə əsasən görür, sonra qərar verir. Amma hiss etmədə necə insandır? Empatiya var burada. Necə tapacağıq ay müəllim biz bunu empatiyaya görə? Başqalarını düşünürsə bu hiss etmədir. Qərar vermənin hiss etmə mərhələsidir. Bəli, hisslərini nəzərə alır. Münasibətdə nədir ki, sən Allah, sən incimə, mehribançılığı nəzərə alır. Bax, elə insanlardır. Nə düzgündür sualını etik və dəyər baxımından qiymətləndirir. Yəni, dəyər nədir, etik nədir, ətrafa baxıb dəyərləndirir. İnsanların təsirinə düşmədən qərar vermir. Bu nə deməkdir? İnsanlara təsirini düşmədən qərar vermir. Təsirini düşünmədən, üzr istəyirəm. İnsanlara təsirini düşünmədən qərar vermir. Yəni, nə deməkdir? Yəni, ay Allah, o elə insanlar var, o qədər acığım tutur elə insanlara. Mən qərar verməyim, filan kəs inciyərik, sən Allah onun xətrinə dəyərik. Mənim dostum inciyər, incisin, neyniyim? Səhvsənsə incisin, bəli, səhvsənsə incisin. Həqiqətən də mən belə insanam. Yəni ki, bu çox ədalət gözü ilə yanaşırıq da hadisəyə, düzdürmü? Amma elə o qədər belə insanlar tanıyıram ki, sən Allah filan kəsim incəcək, xalam incəcək, əm incəcək, cicim incəcək, bacım incəcək, dostum incəcək. Yox. Hiss etmə bax belədir. Yəni, hiss etmə belədir. Filan kəs inciməsin, nə bilim, ona əsasən qərar verirlər. Təsirə baxırlar. Ətrafın təsirinə necə yansıyacaq mənim qərarım? Konfliktləri yumşaltmağa çalışırlar. Yəni, uyğunluq yaratmağa çalışırlar. Hiss funksiyasının əsas sualı nədir? Bu qərar münasibətlər, bax, mənim verdiyim qərar münasibətimə, dəyərlər baxımından nə qədər uyğundur? Yəni, mənim verdiyim qərar ətrafındakı insanlara nə dərəcədə uyğundur? Bu adam özün fikirləşmir, ətrafı fikirləşir. Nümunəyə baxaq. Eyni qrup tapşırıq zamanı hiss etmə funksiyası güclü olan şagird belə düşünür. Heç kim kənarda qalmasın. Sən Allah, heç kim kənarda qalmasın. Hər kəs özünü yaxşı hiss etsin. Hər kəs imeni hiss etmənin, yəni bax, qərar vermə mərhələsinin, niyə hiss etməni qərar vermənin içinə qoyublar? Çünki mən qərar verəndə nəyə əsasən, ətrafa əsasən qərar verəcəm də, hisslərimi nəyə əsasən tənzimləyəcəm, ətrafa əsasən. Bax, görürsünüz? Ən çox çətinlik çəkən uşaq sadə hiss, deyir ki, ən çox çətinlik çəkən uşağa sadə hissəni verək. Yəni, yazıqdır da, ən çox çətinlik çəkir, ona sadə verək ki, pərt olmasın. Üzvlər arasında nədir, sən Allah mübahisə olmasın, dava düşməsin. Qərar insanlar və münasibətlər əsasında formalaşır. Qərar insanlar və bunun qərarı insanlara və ətrafda olan münasibətlər əsasən formalaşır. Deməli, bir insan bu 4 funksiyanın hamısına malikdir, lakin onlardan biri əsas, digərisi köməkçidir. Bax, bayaqları mən sizə dedim, bu sözə bax. Məndə əsas nədir? Duyğu ilə şeyimdir, belə deyək də, duyğu, bir də məntiqim, düşünməm. Amma intuisiya mənə köməkçidir. Bax, gördün? Mən duyğu və hiss etmə, üzr istəyirəm, duyğu və düşünmə insanıyam. Amma intuisiyam da var dedim. Amma mən intuisiya mənə köməkçidir. Yəni, o yoxdur məndə. Var ya, amma köməkçidir. O insan deyiləm, intuisiya insanı deyiləm. Əsas mənim duyğu və düşünmə insanıyam. Əsas məndə budur. Amma köməkçi mənə intuisiya gəldi, düzdürmü? İndi siz də burada özünüzü tapa bilərsiniz, həqiqətən. Bir də, yoldaşlar, qoy bu hissəni də vurum. Əslində, bu hissəni giriş hissə də deməliydim. Yoldaşlar, bir mənalı başa düşün ki, ümumiyyətlə, bütün nəzəriyyələr miqə düşəcək. İndi deyəsiniz ki, bəs sertifikasiya da düşə bilər. Yəni, ümumiyyətlə, mən heç vaxtı deməmişəm ki, ay müəllimlər, filan mövzunu oxuyun, testə düşməyəcək, imtahana düşməyəcək. Qardaş, işdir də gəldi, düşdü.
Onlara bilmək olmaz. Səhər bir gün mənim yaxamdan asılacaqsan ki, ay müəllim, sən mənə demişdin ki, mənə bu suala o qədər verirlər. Ay müəllim, yalvarıram bizə başına dönüm, qurban olum, bizə əsas hissələr ver. Yox. Səhər bir gün düşdü, yaxamdan gəlib asılasan ki, sən mənə demişdin ki, filan mövzuları oxu. Nə oldu indi bundan düşdü? Məni yargılamayasan, öldürməyəsən məni. Ona görə də hamısını oxumaq lazımdır, qardaşlar, yoldaşlar, analar, bacılar, hamısını oxumaq lazımdır. Hamısı vacibdir. Yəni ona görə də hamısı mütləq. Bir də nəzəriyyələr belə qayda tipli düşməyəcək. Nətər düşəcək? Situasiya. Situasiyanı nətər tapasan? İndi o sənin baxır məntiqinə. Həqiqətən. Sənin düşünmənə baxır, sənin savadına baxır. Yadına düşəcək ki, müəllim bizə vaxt ikən belə Jungda belə şey keçmişdi. Burada mən Jungu görürəm, psixoloji tiplər nəzəriyyəsini görürəm situasiyada. Bax sən onu situasiyada. Yoxsa qoymayacaq. Sən Allah bu situasiyaya səsən introvertli yoxsa ekstrovert? Yox. Elə qoymayacaq. Mən müdavimlərə dərsdə bu testləri işlətdirirəm. Özləri də çox yaxşı bilirlər. Dərsdən sonra ümumiyyətlə mən sizə izah göndərəndə ödənişsiz qrupuma sınaqlar da atacağam. Deməli, deyir ki, bu iki ölçü birlikdə insanın psixoloji tipini yaradır. Yəni, bax, bu iki ölçü hansı nəzərdə tutur? Bununla bunu. Deməli, burada da deyir ki, Jungun nəzəriyyəsinə görə iki enerji orientasiyası, ekstraversiya və introversiya ilə 4 funksiyasının düşünmə, hiss etmə, duyğu, intuisiya kombinasiyası nəticəsində, yəni deyir ki, bu ekstravert duyğu, hiss etmə, düşünmə, onun nəticəsində Jung 8 əsas psixoloji tip müəyyən edib. Bu nə deməkdir? Deyəcəm. Deyir ki, ekstravert və introvert bayaq saydım sizə duyğu, hiss, düşünmə, duyğu hiss etmə, düşünmə, ondan sonra var idi orada. Özüm də unuttum ya, ay Allah. Duyğu var idi, intuisiya var idi. Deyir, indi bizə qarşımıza qoyub ki, ekstravertlər, həmin bu 4 dənə var idi, duyğu, hiss etmə, intuisiya, düşünmə, nətər olurlar? İntrovertlər bu zaman nətər qərar verirlər, nətər olurlar? İndi onları ayırt eləyib, izah edəcəm.